İstanbul Hava Limanından çıxıb otelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik leytenant Qəhrəman Məmmədovun cinayət işi üzrə aparılan 4 aylıq ilkin istintaq müddəti işin həcminə görə kifayət etməyib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində əlavə istintaq tədbirlərinin aparılması üçün məhbusun həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib. Məhkəmə qarşılıqlı hüquqi yardım çərçivəsində Türkiyə hüquq mühafizə orqanları ilə birgə geniş prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib. Qərara əsasən Məmmədovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb. Qeyd edək ki, Qəhrəman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul Hava Limanından çıxıb otelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub. Bu səbəbdən Dövlət Təhlükəsizlik Xidmətində başlanan cinayət işi çərçivəsində Məmmədov həbs edilib. O, ölkə hüdudlarından kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilir.